Salam, hər vaxtınız xeyirli olsun əziz və dəyərli dostlar. Bəli, başlıqda düz gördünüz, Azərbaycana yay gəlir. Hər yerinə olmasa da bəzi yerlərə yay gəlmə ehtimalı var və xüsusilə bu proses Naxçıvan Muxtar Respublikasına aiddir. Naxçıvan Muxtar Respublikasında yaxın 2 gün ərzində temperatur 30 plus keçməsi gözlənilir. Normal və gözəl istiliklər olması ehtimalı var və respublikada sabah ayın 30-na etibarən Naxçıvandan başqa digər bölgələrdə hava şəraiti dəyişəcəyi ehtimalı var və ikinci dediyimiz sistem gəlir. Ayın 30-u günün ikinci yarısından etibarən biri gün ərzində Bakı-Abşeron yarımadası şiddətli küləkli və bəzi ərazidə yağıntılı hava şəraiti olması gözlənilir və ayın 3-dən sonra ümumiyyətlə bu dediyim proses, yağıntı prosesi ölkənin bütün əksər bölgə, Naxçıvandan başqa bütün bölgələrə aiddir. Ancaq ayın 3-dən sonra isə yenidən uzun müddətli istilər ölkə ərazisinə gələ bilər, blokadaya alına bilərik və bu barədə ətraflı məlumatlar olacaq. Canlılarda bizləri izləməyi unutmayın dəyərli dostlar. Yaxşı ki varsınız, sizləri çox sevirəm və həmçinin bizi YouTube kanalımıza və Instagram kanalımıza da abunə olun, bizləri izləməyi unutmayın. Yeri gəlmişkən həmişə də qeyd edirəm, yenə də qeyd edirəm. 95 min nəfər izləyicilərimiz var və biz ətir satışı ilə də məşğuluq qardaşlar. Xeyri bizə versəniz, bizdən ətir alsanız bu bizim üçün xoş olar. Necə ki, hava sahəsində bizi ucaltmısınız. Çalışın Allahın köməyi ilə hava sahəsindən də yanaşı ətir sahəsinə də öz dəstəyinizi göstərin. Sağ olun, Allah'a emanet olun.